Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi əcməin əmmə ba'd. Bugünkü dərsimiz yenə 100 hədisdən davam edirik. İnşallah 46-cı hədisi oxuyacağıq. Belə indi Allah müvəffəq eləsə 5-10 hədis oxuyarıq. Nə qədər bacarsa o qədər. Deməli 46-cı hədis. Əbu Hüreyrədən rivayet olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Qulun Allaha, Rəbbinə ən yaxın olduğu yer onun səcdə etdiyi yerdir. Ona görə duanı çoxaldın." Qolun Rəbbinə ən yaxın olduğu vaxt, məqam səcdə yeridir, səcdə etdiyi zamandır. Ona görə duanı çoxaldın. Əvvəla onu deyək ki, hədis İmam Müslim rivayet edib. Əvvəla deyək ki, namaz çox əzəmətli bir ibadətdir. İslamın dirəyidir, sütunlarındandır. Ona görə bir müsəlman namazsız təsəvvür olunmur. Deyəndə ki, mən müsəlmanam, namazın yoxdursa sən necə özünə müsəlman deyə bilirsən? Çünki ən əzəmətli ibadətlərdən biri. Şəhadət kəlməsindən sonra ən əzəmətli sütundur, rükundur, üsullardandır. İslamın dayaqlarındandır. Yəni, namaz yoxdursa necə deyirsən, mən müsəlmanam, ağız dolu. Ona görə hər bir müsəlman gərək namaz qılsın, Allaha ibadət eləsin. Çünki ən əzəmətli ibadətdir. Həmçinin, bax, namazda insan xuşulu olmalıdır, təvəzzökar olmalıdır. Çünki Rəbbinə doğru ibadət edir, Allaha ibadət edirsə, Allah da bəndəsindən nə xoş deyir. Hər bir ibadətdə təvəzzökarlığı, hər bir ibadətdə xuşulu olmağı sevir. Görürsən, hədisdə nə deyir? Deyir ki, qulun Rəbbinə ən yaxın olduğu yer, məqam nə vaxtdır? Onu səcdə etdiyi zaman. Nəyə görə bilirsiniz? Çünki səcdə etdiyi zaman alın və burun yerə dəyirmi? Bu nəyin əlamətidir? Zəlilliyin, təvəzzökarlığın əlaməti deyilmi? Bax, elə ona görə də duanın qəbul olmasına səbəbdir. Və deyir Allah Rəsulü, səcdədə duaları çoxaldın. Bu nəyə aiddir? Cəmaət namazında yox. Bir dənə də o şeyə qeyd eləyək. Bəzi insanlar belə hədisləri götürürlər. Cəmaət namaz qılıb uzadır, məsələn, səcdələr uzadır. Deyirik, qardaş, bu hədislər sənə, belə deyək də, rəvac vermir ki, cəmaət namazlarını çox həddindən artıq uzadasan. Çünki arxada yaşlılar var, məsələn, xəstələr ola bilər və s. Özün qıldığın zaman nə qədər istəyirsən uzat. Qiyamı uzalt, rüküləri uzalt, səcdə vaxtını uzat. Lakin cəmaət namazında insanları nəzərə almaq lazımdır. Deməli, səcdədə dua etmək duanın qəbul olunması üçün səbəbdir. Çünki orada təvəzzökarlıq var, Allah qarşısında zəlillik var və insan da bu müstəcəb vaxtlardan, məqamlardan, zamanlardan gərək istifadə eləsin. Niyə? Hər birimizin Allaha ehtiyacımız var. Hər kəs möhtacdır Allaha. Bu həyatda nə addım atırsan at, sənin Allahın yardımı sənə olmasa, müvəffəqiyyəti olmasa, heç bir şey əldə eləyə bilmirsən. Həyatın hər bir anında elədir. İstər bu sənin ibadətlərindən bağlı olsun, istər sənin dünyavi işlərinlə bağlı olsun, Allahın hidayətinə ehtiyacın var, səni yönəltsin, səni müvəffəq eləsin. Və o müvəffəqiyyəti də əldə etmək üçün ən böyük səbəblərdən biri Allaha itaətdir. Onların təbii ki, başında namaz qılmaq durur. Gör, namaz qılmayan insanlar nə qədər şeylərdə məhrumdur, subhanallah. Allah hamd olsun. Namaz Allaha ən sevimli ibadətdir və qul da Allahı sevib ona itaat edərsə, gör nə qədər Allahın məhəbbətini qazanar. Sonra şikayət edirik ki, məsələn, həyatımız niyə çətindir, niyə xoşbəxt deyilik, niyə o qədər suallar gəlir ki, insan həyatı ilə bağlı. Deyir ki, səbəblərdən biri Allahdan uzaq düşməkdir. İnsan Allahdan uzaq düşəcəksə, təbii ki, Allah onu başlı-başdan buraxacaq. Öz nəfsinə buraxacaq, öz problemləri ilə başlı-başdan buraxar. Yəni, niyə də elə olmasın ki, hər kəs deyir ki, Allah rəhəmlidir, mərhəmətlidir, niyə yardım eləməsin? Biz onu başa düşürük, təbii Allah rəhəmlidir. Rəhəmli olmasaydı, yer üzərində bir dənə kafir qalardı, qardaş. Yer üzərində bu qədər zalimlar var. Allah Taala'nın hər kəsə mərhəməti var. Hətta möhlət verir, gözləyir, bəlkə o zalim, o fasıq qulu geri dönər. Lakin nəsə bir şey də baş verəndə özündən başqa heç kəsi qınama. Həmən demə ki, Allah məndən niyə üz döndərdi? Allah məni yaratmışdırsa, mənə niyə yardım eləmir? Və sən Allahın dini üçün nə etdin? Sən Allah üçün nə etdin? İnsan gərək sualı birinci özünə versin ki, yaxşı, sən əgər Allaha iman gətirdiyi deyirsənsə, sən Allah üçün nə təqdim eləmirsən? Allah üçün nədən keçmirsən? Ən böyük şey namaz görsə, namaz qılmır. Sonra deyir ki, problemlər və s. və ilaxır. Allahdan uzaq düşəndə Allah təbii ki, insanı o problemləri ilə də başlı-başına qoyacaq. Yenə buna baxmayaraq, Allah yenə mərhəmət göstərir. Kafirlərin, zalimlərin, fasiqlərin həyat tərzinə bax, necə yaşayırlar. Yenə Allah möhlət verir, hikmətindən də bilmirik niyə görə. Bəlkə əzabı daha şiddətli olsun deyə belə azğınlıq içərisində buraxıb və ya möhlət verir ki, canını alsan, bəla göndərsən, məhv olub gedəcək. Rəhmətindən bəlkə möhlət verir. Qardaş, indi Allah bilir hikmətini.
Bunun əksi olan möminlər görsən necə gözəl firavan həyat yaşayırlar. İman gətirmiş şəxs inşallah qabaqda o haqda da oxuyub danışacağam. Tələsdirmək istəmirəm. Hər bir halında Allahdan razıdır. Deməli, namaz böyük ibadətdir, əzəmətli ibadətdir. Və qulun da namazda Allah ən yaxın olduğu yer, onun səcdədə olduğu yerdir. Çünki zəlilliyin, təvazökarlığın yeridir, məqamıdır. Və belə olanda təbii ki, duaya da cavab inşallah gələcəkdir. Ruku halında olanda da Allah Rəsulü nə buyurur sallallahu aleyhi ve sellem? Deyir ki, Allahı çoxlu əzəmətləndirin. Deməli, rukuda Allah təzim edirsən, səcdələrdə də Allaha dua edirsən. Bəzi adamlar rukuda da dua edir, deyir, xətadır. Rukuda dua eləmirsən. Rukuda varid olan zikirləri söylə, Allahı təriflə bağlı, Allah həmd etməklə bağlı. Amma səcdə yerinə çatanda inşallah ki, orada sən dua edirsən və müstəcəb bir yerdir, vaxtdır. İnsan gərək bu məqamlardan istifadə eləsin. Növbədə hədis Əbu Hüreyrədən yenə rəvayət olunur. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, mən sələkə tariqan yəltəmisu fihi ilmən. Kim elm öyrənmək üçün bir yol çıxarsa, səhəlallahu ləhu bihi tariqan ilə cənnə. Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Hədisi İmam Müslim rəvayət edib. Bu çox əzəmətli hədisdir, qardaşlar. Yəni, deməli, cənnətə daxil olmağın ən rahat yollarından biri nədir? Elm tələb eləmək. Niyə? Bax, görürsən, hədisdə deyir ki, Allah onun cənnətə gedən yolunu asanlaşdırır. İnsan elm öyrənəndə, elm ondan nə tələb edir? Əməl etməyi. Bax, elm öyrənir, halal haramı bilir, düzdürmü? Salih əməllə günah əməlin fərqinə varır. Nə tövhiddir, nə şirkdir, nə sünnətdir, nə bidətdir, bunları bilir, düzdürmü? Deməli, elm üzərində əməl edəndə Allah onu digər salih əməllərə müvəffəq edir və beləcə cənnətə gedən yolu asanlaşır. Bu hədisin başqa bir rivayəti də var. Əbu Dardədən rivayət olunub. Ümumiyyətlə, hədis uzun hədis, çox əzəmətli bir hədisdir. Əbu Dardədən gələn rivayətində bu hədisi söyləməyin səbəbini də Əbu Darda gətirir. Sünənlərdə keçən İmam Əhmədin müsnədində də varid olub, digər ləfsində. Qeys İbn Kəsir deyir ki, biz Əbu Darda ilə bərabər Dəməşqin məscidində oturmuşduq. Birdən içəri bir kişi daxil oldu və dedi ki, ey Əbu Darda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət etdiyim bir hədisi səninlə eşitmək üçün gəlmişəm, Mədinədən gəlmişəm. Deyir ki, Əbu Darda, hər hansı bir ehtiyaca görə gəlməmsən? Deyir, yox. Bəlkə nəsə bir ticarət məsələsi var, ona görə gəlmişsən? Deyir, yox. Mən deyir, səndən hədis eşitməyə gəlmişəm. Danışdığın hədisi eşitmək istəyirəm səndən, insanlara danışın hədisi. Deyir ki, Əbu Darda radiyallahu anh bu hədisi söylüyor. Kim deyir? Başka, o nə üçün gəlmişdi? Hədis öyrənmək, elm tələb etmək üçün. Onun məqamına uyğun, halına uyğun hədisi də söyləyir. Deyir, kimdir, yəni elm öyrənmək üçün bir yol çıxarsa, yəni səfər edərsə, yola çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırır. Sonra hədisi davam edir ki, kim yəni elm tələb edərsə, elm tələb edən üçün göylərdə və yerdə olanlar onun üçün dua edərlər, istiğfar deyərlər, hətta dənizdə olan balıqlar belə. Və həmçinin buyurur ki, alimin abidə olan üstünlüyü, ayın uluzarı olan üstünlüyü kimidir? Həmçinin hədisə qeyd edir ki, deyir, elm tələb etdiyinə görə mələklərdir onun qarşısında qanatlarını açarlar. Subhanallah, elm tələb edənin Allah qatında şərəfinə bax, məqamına bax. Mələklər nazir olurlar ki, onun qarşısında qanatlarını açsınlar. Onu dinləsinlər. Çox əzəmətli bir hədisdir. Və sonra buyurur hədisin davamını. Hədis dediyim kimi uzun hədisdir. Sonra davam edir ki, alimlər peyğəmbərlərin varisləridir və peyğəmbərlər də dinar, dirham miras qoymaz. Onların qoyduğu miras elmdir. Kim o elmdən götürərsə böyük bir pay sahibi olmuşdur. Bir paydan sahibin var, böyük bir nəsibin var sənin, subhanallah. Deməli, peyğəmbərlərin mirasına hamı can atmalıdır, hamı. Bəzən insanlar dünyadan olan mirasa, dünya malından olan mirasa can atır. Dünya sərvətlərinə. Vallahi elmdən gözəl miras yoxdur. Peyğəmbərlərin mirasından gözəl miras ola bilərmi? Yox, ona görə insan gərək elm öyrənməyə həris olsun. Bax, bu hədis bizə nəyə göstərir, qardaşım? Bu hədis bizə alimlərin, elm tələb edənlərin dəyərini, qədrini bilməyi öyrədir. Onlara dəyər verməyi. Çünki onların səbəbi ilə insanlar zülmətlərdən nura çıxırlar. Bugün peyğəmbər və peyğəmbərlər yoxdur. Onların varisləri qalıb. Deməli, bizə indi hal-hazırda düşən nədir? Bu varislərə tabi olmaq təbii ki, hüccət, bəyan, dəlil olan yerdə. Mən demirəm, hər şeydə alimlərə təqlid etmək lazım. Lakin biz onların sayəsində bu elmi öyrənirik, Allahın dinini, şəriətini öyrənirik. Ona görə insan gərək alimlərə dəyər versin. Elm öyrənənlərə, tələb edənlərə dəyər versin. Bu, hər birimizin üzərinə düşən şeylərdir. Onlar belə deyək də, qaranlıqda əllərində bir çıraq daşıyan insanlar kimidir.
O çıraq sönsə arxadakılar da həlak olub gedəcəklər. Ona görə bir məmləkətdə alim, elm tələbəsi olmayan da insanlar görsən azğınlaşırlar. Həmişə deyirəm, hər kəsin vallahi elmə ehtiyacı var, hər kəsin. Hər kəsin alimə, elm tələbəsinə ehtiyacı var. Nə qədər sosial şəbəkələr inkişaf eləsə də deyirsən, əşi internetdə axtarıb yazıb tapacam, elə deyil. Elə şey var ki, qardaş, o da belə səhv edir, vallahi. Bəzən özümüz də, məsələn, o ChatGPT çıxıb, bəziləri görsən, artıq deyir ki, əşi, mənim nə alimə, nə tələbə ehtiyacım yoxdur. Yazam çıxır da, vallahi özümüz dəfələrlə yazmışıq nəsə məsələ barəsində, hansı bir məsələ barədə. Hətta alimin adını gedirik, qayıdırıq kitabı tapmırıq o cümləni orada. O da xata edir. O elə proqramlaşdırılıb ki, sən cavab verməyə məcbursan. Nə soruşsan cavab verəcək sənə. Amma hər cavab verdiyi doğru deyil axı. Dəfələrlə sınamışıq. Görə düz deyir, səhv deyir. Deyib axtarmışıq, kitaba qayıtmışıq, orada elə cümlə yoxdur. Deməli, sənin qardaş alimə, elm tələbələrinə ehtiyacın var. Ölkəndə alim yoxsa deməli onların yerində olan tələbələrdir. Təbii ki, alim də, tələbə də gərək öz heybətini qorusun, öz məqamını qorusun, özünü gözdən salmasın bəzi əməllərlə. İnsanı heybətdən salan, məsələn, xüsusən elm əhlini heybətdən salan şeylərdən biri nədir? Onun öyrəndiyi elmə əməl etməməsi və ona dəvət etməməsi, insanları öyrətməməsi. Həmçinin bəzi davranışlar var ki, gərək elm əhli, elm tələbəsi, elm öyrənən o şeylərdən özünü qorusun. Ola bilər, sıravi insanların içində bu adi şeydir. Amma əgər elm tələb edirsən, sən artıq orada dayanmalısan. Məsələn, misal olaraq deyək ki, məsələn, yolda yemək yeyə-yeyə gəzmək. Adam məsələn, dönər alır, dönər yeyə-yeyə küçədə gəzir gedir. Belə baxanda adi bir şey. Düzdür, burada adi bir şey yoxdur. Lakin elə şey var ki, o, məsələn, o elm tələbəsinə və ya alimə, hədis öyrənənə, elm öyrənənə yaraşmaz. Küçədə sən yemək yeyə gedəsən. Hətta belə şeyləri alimlər qeyd edirlər. Ki, buna nə deyirlər? Xavari murua deyirlər. Yəni, kişilik xüsusiyyətlərinə müxalif olan şey. Nə mənada? Yəni, sənə bəlkə sıradan bir müsəlman üçün adi şeydir. Amma onu bir elmə nisbət olunan kəs edəndə artıq ona ayıb olur. Və s. buna bənzər o qədər şeylər var ki, gərək insan özünü elm tələb edən, elm öyrənən bu şeylərdən gərək özünü qorusun. Davranışıdır, hərəkətidir, sadiq olsun, əmin olsun, insanları aldatmasın ki, heybəti gedməz. Heybəti gedəcəksə, onda olan elmi də heç kəs qəbul eləməyəcək. Təkəbbürlü olmasın, insanlara acılamasın, mehriban olsun, mərhəmətli, şəfqətli olsun, səbirli olsun. Bu da çox mühümdür. Bəzən görsən, insanlara səbir eləmirlər, bəzi elm öyrənənlər və s. Kobud cavab vermək, onlara acılamaq, belə şeylər elm tələbəsindən elm öyrənməyə maniyədir. Ola bilər dəryadır, çox şey bilir, məlumatlıdır, oxuyur maşallah. Lakin müəyyən xasiyyəti var ki, insanlar bunu həzm edə bilmirlər, qəbul edə bilmirlər. Hamı qavramır da, eləsi var səbr edir ki, bəli, eybi yox, heç nə olmaz. İndi dedi də məsələn, və ya acıladı və ya kobuddur və s. heç nə olmaz. Amma elmi var. Bunu əslində bəli elə olmaz, sən məhəl qoymamalısan. Olsun da kobud olsun, amma onda elm var axı. Lakin hamı elə deyil axı. İnsanlar hamısı elə deyil. İnsanlar nə istəyirlər qarşı tərəfdən? Mərhəmət istəyir, düzdürmü? Mülayimlik istəyir, xoş rəftar istəyir. İndi ola bilər, bilmir də, həzm eləmir, gərək. Ona görə bu şeyləri nəzərə alıb insanlara da səbr eləmək lazımdır. Xüsusən elm öyrənənlər. Ona görə deyirəm ki, bəzi davranışlar, hərəkətlər var ki, bu elm öyrənən, elmə dəvət edən müəllim, şeyx bu şeylərə gərək yol verməsin. Deməli, hədis elmin və əhlinin nə qədər hörmətli, şərəfli olduğunu göstərir. Yəni, insanı burada şərəfli edən onun zatı özü deyil. Nədir onu şərəfli edən? Öyrəndiyi elmdir. Deməli, elm sayəsində hörmətli olur. Yoxsa zat olaraq, şəxs olaraq kim olursa olsun. Onda bu elm yoxdursa, onda xeyir yoxdursa, qardaş, düzdürmü? Kim olursa olsun, kimin oğlu olursa olsun, nə vəzifə sahibi olursa olsun, hansı nəsil nəzabətdən gəlirsə gəlsin, onda gözəl xüsusiyyətlər olmayacaqsa, o hörmətli olan deyil. Hörmət edənlər də nəyəsə görə hörmət edəcək. Düzdür, yoxsa yox. Kimisi vəzifəsindən görə hörmət edəcək, yaltaqlanır, işi keçir. Kimisi, belə deyək də, bir sultanlığı, hökümranlığı var, qorxusundan hörmət edəcək, baş üstə buyur və s. Kimisi nəyəsə görə. Amma yox, insanda gözəl xüsusiyyətlər olarsa, vallahi, tutduğu peşədən asılı olmayaraq, hansı nəsildən, nəcabətdən asılı olmayaraq insanlar hörmət edəcəklər. Və mən həmişə Loğmanı misal çəkirəm, hikmətli Loğmanı. Yəni, onun peyğəmbər olub olmamasında ixtilaf var. Səhih qövl odur ki, salih bir bəndə olub, peyğəmbər olmayıb. Təsəvvür et, o qədər salih insan olub ki, gör Allah qatında nə qədər dəyərlidir ki, adına surə var. Qiyamətə qədər
qiyamətə qədər insanlar, qiyamət gününə qədər insanlar onun oğluna olan tövsiyələrini oxuyurlar və ona əməl edirlər və övladlarına da elə tövsiyə edirlər. Gör, necə hörmətli bir insan olub, sıradan bir insan olub. Yəni, salih bir bəndə, dediyim kimi, peyğəmbər də olmayıb. Lakin adına surə var. Onu ucaldan nə oldu Allah katında? İnsanlar arasında onu sevdirən nə oldu, qardaşım? Nə oldu? Onun salih əməlləri, onun gözəl xüsusiyyətləri, xeyirli insan olmağı onu insanlar arasında hörmətli etdi. Onun keçmişinə nəzər sarsa, necə təfsirdə gəlir, Loğman surəsinin təfsirində açıb oxuya bilərsiniz. Haqqında gəlir ki, rəvayət edirlər. Yəni, adam Həbəşistandan bir zənci bir insan olur. Hansı bir qəbilənin, tayfanın çobanı olur, qoyun otaranı olur. Nökər olur. Bir nəfər də görür, tanıyır. Görür ki, ətrafına insanlar toplaşıblar. Hamı söhbətlərindən həzz alır. Niyə hikmətli Loğman deyirlər? Hikmətli söhbətlər edir ona görə. Hamı ləzzət alır onun söhbətlərindən. Millət toplaşıb, yığışıb ətrafına. Hamı ləzzətlə bundan qulaq asırlar. Hamı qapısına doğru axışıb ki, gedək Loğmanı ziyarət edək. Hikmətli söhbətləri var. Faydalanaq. Bir nəfər görür, deyir, sən Həbəşistanlı zənci Loğman deyilsən, filan kəs deyilsən, filan qəbilənin çobanı Loğman deyilsən, sən o deyildin. Deyir, hə, mənəm, ey qardaş oğlu. Sənə təəccübləndirən nədir mənim halımdan? Deyir, sənin bu halın, insanların ətrafa toplaşması, qapıva axışması, səndən yəni faydalanmaqları, sənin söhbətlərindən ləzzət almaqları. Deyir, qardaş oğlu, mən deyənləri eləsə, sən də belə olarsan. Və sadalayır, bəzi salih əməllərini sadalayır. Xeyirxah əməlləri, bir möminə, bir müsəlmana, bir kişiyə yaraşan əməlləri sadalayır. Doğru danışması, sadiq olması, yəni aldatmaması, xain olmaması, səxavətli olması, qonşunun irzini qorunması, özünə aid olmayan şeylərə müdaxilə etməməsi, soruşmaması və s. Nə qədər yaxşı əməlləri sayır, halal qazanmağı, halal yeməsi, süfrəsində ancaq halal nemətlər, halal ruzi sadalayır. Deyir, qardaş oğlu, bax, bunları eləsə, sən də belə olarsan. Deməli, insanın hörmətli olması üçün, qardaşım, nə bilim, var dövlət, şan şöhrət və yaxud da ki, sultanlıq, hökmranlıq, hegemonluq vəzifə lazım deyil. Bu şeylər varsa, edənlər nəyəsə görə edəcək. Yaltaqlıq üçün, işi səndən keçir, qorxduqlarına görə və s. Həqiqi hörmət insanı doğrudan da Allah katında dəyərlidir. Və həqiqi hörmət xeyirxah əməllərə bağlıdır. İnsan vallahi nə qədər xeyirxah, salih olarsa, Allah onu hörmətli edəcək. Onu uca edəcək, kimliyindən asılı olmayaraq. Adi bir fəhlə olsa da belə. Allah ona bilmədiklərini ürg edəcək. Və insanlar ondan faydalanacaqlar. İnsanlar onu sevəcəklər. Dəyər verəcəklər. Belə də var. Həyatda biz görürük, vallahi. İnsanda sıravi bir müsəlman qardaşımızdır və ya bir bacıdır qadınlar arasında. Sevilir, hörmət edirlər. Niyə? Onda olan gözəl xüsusiyyətlərə görə, salih əməl sahibi olduğuna görə, sadiq olduğuna görə, əmin insan olduğuna görə etibarlıdır. Hamı da bunu istəyir. Ki salamat qalın. Heç kəs onun dalınca danışmasın. Heç kəs ona şər böhtan atmasın. Dili ilə və əli ilə əziyyət verməsin. Hamı bunu istəyir. Belə insan belə salamat olarsa, insanlar ondan salamat qalırlarsa, niyə ki onu sevib onu hörmət eləməsinlər? Kimisə malında, irzində gözü yoxsa, insanlar hörmət edib dəyər verəcəklər və etibar edəcəklər. Deməli, hədisə qayıdaq. Deməli, insanın cənnətə düşməsinə ən böyük səbəblərdən biri onun elm öyrənməsidir. Və elm tələb edəcəksə, vallahi, yerdə və göydə olanlar hamısı onun üçün istiğfar diləyəcəklər. Hətta yuvasında olan qarışqalar, necə digər rivayətdə gəlir, və eləcə də suda olan balıqlar belə. Hələ mən mələklərin və Allahın tərifindən, düzdürmü? O mələklərin onlara olan tərifindən, duasının istiğfarından danışmıram. Yerdə göydə olanlar, hər kəs onlara istiğfar diləyəcək, onlar üçün bağışlama diləyəcəklər. Və mən də, qardaşlar, həmişə deyirəm, yenə də, indi də deyəcəm, bəzi insanlar var ki, onların əlindən, dilindən elm əhli əziyyət çəkirlər. Heç olmasa ən azından o həşəratlar qədər deyirlər, subhanallah. Qarışqa qədər deyirlər də, yəni balıq qədər deyirlər, belə deyək də, suda yaşayan balıqlar, xırda balıqlar qədər deyirlər. Onlar elm əhli üçün xeyir ürəqədən müəllimlər üçün istiğfar edirlər, lakin nə qədər insanlar var ki, onların dillərindən, əllərindən hələ də əziyyət çəkən alimlər, elm tələbələri var. Onlar qədər deyilsiniz, subhanallah. Onlar dua edir, bunlar nə edir? Tən edir, subhanallah. Sən fərqə baxsan, Allahu akbar. Ona görə ölkəndə olan və ümumiyyətlə harda alim, elm tələbəsi varsa, sələf-i salihin yoluna dəvət edir. Həmişə onlar üçün dua edir, xüsusən ölkəndə olanlara.
Çünki sənin ölkəndə olanlara daha çox ehtiyacı var, nə ki xaricdə olanlara. O öz ölkəsində dəvət edəcək, öz qövmünün dilində danışacaq. Sən də öz ölkəndə olanlar üçün dua et, sabitlik dilə. Dua et ki, Allah onları xeyrə müvəffəq eləsin, həmişə sabit eləsin, dəvətdə səbirli eləsin. İnşallah hamımız onda xeyir tapacağıq. Allah Teala ölkəmizdə olan bütün elm tələbələrini qorusun. Allah Teala bütün dünyada olan alimləri, elm tələbələrini qorusun. Hər birini sabit eləsin. Onları dəvətlərində müvəffəq eləsin. Növbəti hədis Əbu Hüreyrədən rivayet olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur. Allah Teala qiyamət günündə belə deyəcək: Mənə görə bir-birlərini sevənlər hardadırlar? Bugün onları heç bir kölgənin olmadığı bir gündə öz kölgəmdə kölgələndirəcəyəm. Hədisi İmam Müslim rivayet edir. Bir rivayətdə gəlir ki, yəni ərşimin kölgəsində kölgələndirəcəyəm. Hədis o qədər əzəmətli hədisdir ki, vallahi. Əməl etsək var, mən deyərdim ki, yer üzərində bəlkə də müsəlmanlar arasında ixtilaf olmaz, söz-söhbət olmaz, subhanallah. Deyir, mənə görə bir-birlərini sevənlər hardadır? Deməli, Allahı əzəmətləndirən qardaşını Allah üçün sevər. Demirsən Allahı sevirəm, Allahı əzəmətləndirirəm qardaş. Allah dedi ki, mənə görə, məni əzəmətləndirdiyinə görə bir-birini sevənlər hardadırlar. Və qiyamət günü o məhşər meydanında şahidlərin olduğu bir gündə insanların arasından onları qaldıracaq. Hardadır onlar? Onların fəzilətinə görə, məqamına görə Allah Teala onları insanlara göstərəcəkdir. Görürsən, bu cür şeylər hamıya gəlməyib də. Allah onu qaldırsın. İnsanların arasından qaldırsın. Yəni, baxın, yəni bunlardır mənə görə birbirini sevənlər. Bunun əksi ki, nədir? Allah Teala vay o gündən olsun, kimisə qaldırsın nə üçün? Rüsva yetirmək üçün. Necə ki, o riyakarlar haqqında var ya, qiyamət ki, Allah Teala xitab edəcək. Hardadır, deyir, yəni o riyakarlar. Hamısı qalxıb rüsva olacaqlar. Çünki ixlasla Allah ibadət eləmir. İndi bunun əksi. Allah deyir ki, hardadır mənə görə bir-birlərini sevənlər. Deməli, bu bizə vacib edir ki, ey müsəlman, digər müsəlman qardaşını sevməlisən. Ona hörmət eləməlisən, ona səbr eləməlisən yeri gələndə, bəli, səbr də. Ola bilər nəsə əziyyət verdi sənə. Olur da, indi insandır da. Keçməyə bacarmalısan, əff etməyə bacarmalısan, onun üçün dua etməlisən, müvəffəqiyyət diləməlisən. Yoxsa elə söz, söhbət, kin, küdürət nə qədər belə davam edəcək, qardaşım, nə qədər? Yəni, hara kimi davam edəcək? Bitməyəcək bu söz, söhbətlər. Bugün müsəlmanlar arasında nə qədər söz-söhbətlər var, qardaşım. Əqidə məsələlərində ixtilaf var, məslək məsələlərində ixtilaf var, əxlaq, ədəb, davranış, nə qədər ixtilaflar var, subhanallah. Yəni, bezmədi, bu insanlar bezmədilər. Niyə Allahın da deyil, şeytanın yoluna tabi olub bir-birlərinə dəvət aparırlar? Xüsusən tövhid və sünnə əhli. Yəni, bu boyda insanların içində, bu boyda yer üzərində, kainatda Allahın yaradılışdan olan məqsədini həyata keçirən tövhid əhli. Belə bir az olduqları bir vaxtı. Niyə görə bir-birlərini ədavət aparırlar? Subhanallah. Dünyavi şeylərə görə. Yəni, haqq əhlinin ədavəti dünyavi şeylərə görədir də. Niyə də qardaş, niyə olmalıdır ki bu? Söhbət niyə olmalıdır? Başa düşürəm, nəfsdir, hər şey olabilir. Amma keçmək, əff eləmək, yox, illa ki, kimsə dayanmalıdır, axıra kim gedməlidir. Ta ki, öz aləmində sübut eləyənə ki, mən haqqım, sən batilsən. Allah, sən düz deyirsən, o səhvdir. Deyirən, yaxşı, sən səhv, düz deyirsən, mən səhv elədim. Nə olar ki, gör nə olacaq, qardaş? O bir misal edir, xəncərin qaşa düşəcək, qardaş. Və ya müsəlman bacılar arasında, qadınlarda da bu xitab. Yəni, mən müsəlman kişilər deyəndə söhbətimiz həmçinin qadınlara da aiddir. Yəni, adətən xitab kişilərə olur. Quranda da görsən, adətən xitab kişi cinsində gəlir. Lakin ora qadınlar da daxildir. Və biz də həmçinin kişilər deyəndə o demək deyil, bu qadınlara aid deyil, qadınlara da aiddir. Bəlkə də ən çox elə qadınlara aiddir. Bugün qadınlar arasında bəlkə fitnə fəsad yoxdur. Qeybət, nəmmamlıq, çox danışmaq, ara vurmaq, nə qədər desəm var qadınlar arasında. Otururlar, bir-birlərinin qeybət edən nə qədər qadınlar var. Görürsən, qadının xislətindən o bəzi qadınların təbii ki. Allahın rəhmətli qadınlar istisna. Görürsən, qadında qeybət etmək var da o qadınlarda. Bəzən kişilər də onlara bənzər ki, arvad kimidir, qeybət edir. Çünki qadınlarda bu xüsusiyyət daha çoxdur. Ona görə cəhənnəmə düşmə səbəblərinə biri baxanda elə qeybət də o səbəblərdən biridir. Çox edir qadınlar qeybəti. Öz aralarında qalsın, görürsən, başqa qadınların ərlərini belə müzakirə edirlər. Allah akbar, yəni, Allah biabırçılıqdır. Yəni, sözümün canı odur ki, qardaşlar, müsəlman kişi, qadın, möminlər bir-birlərin dostlarıdırlarsa,
Dostlar bir-birlərinə gərək xəyanət etməsinlər. Bir-birlərinə ədavət aparmasınlar. Bir-birlərinə qarşı kin-küdrət bəsləməsinlər. Mömin müminin dostudur. Deməli, dostdan ancaq xeyir görməlisən də. Və kim Allah üçün sevirsə bir müsəlman qardaşını, həmçinin bacılar da Allah üçün bir-birlərini sevirlərsə, vallahi bax, İnşallah bu şərəfə, bu məqama nail olacaqlar. Allah Teala onları bütün məxluqatın içindən səsləyəcək. Hardadır? Mənə görə bir-birlərini sevərlər. Yəni, bir mənfəətə görə yox. Adam var da deyir, mən sevirəm müsəlman qardaşımı ya filan müsəlman bacımı. Baxırsan ki, ortada mənfəət var. Ya biraz pulu var, nə bilim, biraz qolunda gücü qüvvəti var, biraz nə bilim, şan şöhrəti var, vəzifəsi var və s. və ilə. Mən də sevirəm filan kəsi, Allah üçün sevirəm. Biraz qəlbinin dərinliyinə getsə görəcək ki, orada da başqa şey var, mənfəət var. Allah üçün sevməyənlərə bu hədis şamil olunmur. Ha, 100 dəfə desin ki, mən filan qardaşımı sevirəm. Allah üçün deyilsə o sevgi, məhəbbət, hədisə daxil deyil. Allah bir qiyamət günü nə ilə rastlaşacaq? Amma Allah qatında hörmətli olmaq istəyirsə, qiyamət günü bütün məxluqatın içindən qaldıracaqlar, qalxın yəni. Hardadır mənə görə bir-birlərini sevənlər? Sən onun haqqında onu eşitmək istəyirsənsə, onda Allah üçün sev. Müsəlman bir qardaşı, müsəlman bacıvı, ey müsəlman. Allah üçün sev. Allahı əzəmətləndirirsənsə, Allah üçün sev və Allah üçün də səbirli ol. Dediyim kimi olur, söz-söhbət ola bilər. Ailədə olursa, yad insanlar arasında niyə olmasın ki? Ola bilər yoldaş, qardaş və bir bacılar arasında. Amma bir-birinə belə baxanda yaddır. Da hamımız ayrı-ayrı ailələrdən gəlmişik. Deməli, biz bir-birimizə səbirli olmalıyıq, elə deyilmi? Ailədə söz-söhbət olursa, o ki, qala yad insan arasında olmasın, səbirli olmaq, güzəştə getmək, əff eləmək, bunları bacarmaq lazımdır, qardaşlar, vallahi. Xüsusən dediyim kimi, tövhid və sünnə əhlindən bunu görərsənsə, səbirli ol. Əff eləməyə bacar, düzəltməyi bacar, islah elə. Yoxsa küsüm, kəsim, atım, indiki vaxtda heç yaraşmır, heç. Ətrafda gör, nə qədər azğın insanlar var. Nə qədər fasik, facir insanlar var. Allahın dini ilə düşmənçilik edən açıq-aşkar, ədavət aparan, utanmadan, qızarmadan bunu büruzə verən nə qədər insanlar var bugün həyatımızda, cəmiyyətimizdə. Onların çox olduğu bir vaxtda tövhidə və sünnəyə dəvət edənlər onlara haramdır. Qardaş, bir-birlərinə ədavət aparması. Ümumiyyətlə olmaz, belə məqamda lap olmaz, belə deyək. Olmaz, qardaş. Biz də ədavət aparaq, parçalanaq. O zaman bizim hansı bir heybətimizdən danışmaq olar? Hansı xeyirdən, bərəkətdən danışmaq olar? Eyni mənhəcdə, eyni əqidədə o insanlar bir-birlərini danışdırmırlarsa, küfürlüdürlərsə, qardaş, hansı xeyir, bərəkətdən danışa bilərik dəvətdə? Parçalananda Allahın rəhməti, mərhəməti də gedir. Parçalamaq nədir? İxtilaf salmaq, yəni bu şeytanın xisləti deyilmi, qardaş? Bir şeyə ki, şeytan daxil olsa bir yerə, orada xeyir, bərəkət ola bilər, Rəsulullah. Amma o şeydə ki, Allaha razılığı var, Allah sevgisi, Allah qorxusu varsa, qardaş, Allah üçün nəsə varsa, Allah üçün, təbii orada xeyir, bərəkət mütləq olacaqdır. Ona görə Allah üçün sevək bir-birlərimizi, bir-birimizi Allah üçün sevək, Allah üçün bir-birimizə dəyər verək, hörmət edək, bir-birimizə qarşı səbirli olaq və bir-birimizə həmişə nəsiyyət edək. Bəli, səhv eləyə bilərəm, bu sənə rəvaz vermir ki, məndən küsüb qaçasan, mənimlə ədavət aparasan, məni gözdən salasan, nəsiyyət elə, məni düzəltməyə çalış. Kimsə düzəlməsə, deyək ki, bir Zeyd adında bir qardaşımız, görsək azıb, düzəlmirsə, təbii ki, məsafə saxlayacaqsan, lakin düşmənçi eləmək lazım deyil. Ola bilər, insan da düzəlmir də, pis xislətləri var, qardaş, məsələn, cəmiyyətə fəsadı var. Uzaqlaşacaq, uzaq duracaq ondan, daha onu əzim, yıxın, belə şeylər eləmək olmaz. Və ya düzəltmək imkanımız varsa, onu düzəltməliyik. İslah etmək imkanımız varsa, bunu etməliyik, nəsiyyət eləmək, çünki din nəsiyyətdir. Və müsəlman da müsəlmana nəsiyyət etməlidir. Bəzən öz eyblərimizi görmürük. Mömin də mömin qardaşının güzgüsüdür. Ona baxıb elə bir özü düzəldirsən. İnsan bədənində, paltarında, əynində nəsə bir ləkə olunduğunu görməyə bilər, düzdürmü? Üzündə, paltarında. Güzgüyə baxıb özü düzəldirsən də. Ona görə bax, mömin qardaşıdır. Özündə bir pis xüsusiyyəti görməyə bilərsən, şeytan bəziyə bilər. Ki, hər şey əladır, sənsən doğru olan. Amma bir müsəlman qardaşın sənə deyirsə, artıq bu o deməkdir ki, siqnaldır sənə ki, aha, nəsə səhv bir şey var, onu düzəltmək lazımdır. Bunu ikinci, üçüncü deyirsə, deməli artıq nədir? Tədbir görmək lazımdır. Deməli, məndə problem var, bunu mənə biri demir, ikisi, üçü, dördü, beşi deyir. Deməli, nəsə var, o mən düzəltməliyəm. Düzəltmirsə, bu adamda xeyir yoxdur. Artıq məsafə saxlayasan, uzaq düşəsən.
Nəsihət etməyi unutmaq lazım deyil. Ona görə Ömər ibn Xattab, Allah ondan razı olsun. Ümumiyyətlə, bütün sahabələrdən Allah razı olsun. Allah bizləri onlarla bərabər eləsin. Deyir ki, əgər siz bizə təqvanı tövsiyə etməsəniz, sizdə xeyir yoxdur. Biz sizdən qəbul etməsək, bizdə xeyir yoxdur. Ən bədbəxt insan o insandır ki, bax, nəsihət qapısı özünə bağlayıb. Nəsihət eləyəmirsən, sən qarşılayıb nəsihət eləyəcəm, zaten qəbul etməyəcək, lap acılayacaq. O lap bədbəxt insan. Amma yenə də biz nəsihət edəcəyik, üzərimizə düşəni edəcəyik. Qəbul edər, nə gözəl. Qəbul etməyəcəksə özü bilər. Sabahda nəsə başqa bir şeylə rastlaşsaq, xoşa gəlməz bir hadisənin özündən başqa kəsi də qınamasın. Deməli, Allah üçün sevmək lazımdır. Kim bir müsəlman qardaşını Allah üçün sevərsə, Allah da onu sevəcək, onu hörmət edəcək və qiyamət onu səsləyəcək. Hardadır? Hardadır mənə görə bir-birlərini sevənlər? Mənim üçün, mənim əzəmətimə görə, mənim cəlalıma görə bir-birlərini sevənlər hardadırlar? Onlar üçün heç bir qəm, qüssə, kədər olmayacaq və heç bir kölgənin olmadığı bir gündə ərşin kölgəsində kölgələnəcək və Allah-u Teala bizləri onlardan eləsin. Allah-u Teala bizləri bir-birimizi Allah üçün sevənlərdən eləsin. Növbəti hədis Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, namaza iqamə edildiyi zaman fərz namazından başqa namaz yoxdur. Bu hədisi İmam Müslim rəvayət edib. Nə deməkdir, qardaşlar? Yəni, ola bilər sən, məsələn, nafilə namazı qılırsan, məsciddəsən, birdən iqamə verildi. Sən neyəcəksən? Nafiləyə davam edərsə, yoxsa nafiləni dayandırıb fərzə qoşulacaqsan? Deməli, hədis göstərir ki, iqamə verildisə namaza, artıq fərzdən başqa namaz yox. Sən o nafilə namazını saxlamalısan. Namazdan birbaşa çıxır, salam verməyə də ehtiyac yoxdur. Sağa sola salam versə təslim. Ehtiyac yoxdur. Zaten namaz yoxdur. Namazdan çıxırsan, fərzə qoşulursan. Bir məsələ var. Ola bilər ki, elə bir yerdəsən ki, çatdıra biləcəksən, məsələn. Sən bir rükata qaçırmayasan. Deyək ki, təşəhhüddə qalmısan, iqamə verildi. Rahat, bəsitdir. Sən orada təşəhhüdü tamamlayıb, yönündən qalxıb səhvə qoşulacaqsan. Amma sən birinci rükətdəsən, iqamə verilib, ta gözləmədən, məsələn, zənn eləmək ki, imam ola bilər, biraz uzatdı. Biraz vaxt var da, bəlkə bəqərə oxudu, elə mən də elə, nə bilim, bir uzun surə oxudu, elə qoy tamamlayayım da sünnətimi, sünnət namazımı. Yox, qardaş. Çalış elə, ilk təkbirlərdən qoşul, rükəti qaçırma. Görsən ki, artıq çatdırmaq halı yoxdur, bilirsən də hal, görsən ki, qardaş, elə bir yerdəsən ki, namazda, sən zaten çatdırmayasın da, o rükəti qaçıra bilərsən. Sən saxlayırsan nafilə namazını birbaşa fərzə qoşulursan, sünnə budur. Bəzi insanlar var, görürsən, rastımıza da gəlib, görmüşük də. Qardaş, yanında nafiləni hələ safa, yəni elə bir durub ki, safı da kəsilir zaten. Safda qırıqlıq yaranır. Qardaş, bu hələ də nafilədədir, biz də fərzi qılırıq. Qalxmır namazdan, yəni birinci rükətdədir. Bir rükət qaçırır, sonra imam qalxır, ikinci rükətdə bu, sonra gəlib qoşulur. Və ya qoşulmaq üçün namazı elə sürətlə qılır ki, nafiləni, Allah hamd olsun. Deyirsən, qarşı, vallah qılmasan ondan yaxşı idi. Zaten Allah belə namazı qəbul eləmir. Belə şeylər çox oldu. Bəlkə ki, həyatımızda görmüşük bunu, məscidlərdə və s. Xüsusən o bəzi ziyarət yerlərində, məsələn, Məkkə, Mədinəyə gedəndə. İqamə verilir, bu hələ də nafilə qılır. Bitirmək istəmir. Və ya o qədər şeydir ki, sürətdə qılır ki, deyirsən, subhanallah, qardaş, sən illa ki, bu fərzə çatmasın, niyə bunu belə qılırsan ki? Qılma, qardaş, namazı saxla. Fərzdən sonra zaten durub qılarsan da, sünnəti tamamlayarsan da, durarsan, təzdən yenə 2 rükət sünnəti qılarsan. Niyə belə qılırsan? Belə namazı səncə Allah qəbul eləyərmi? Belə Allahın şəriətdən belə cahil insanlar var. Cəhalətin fəsadına bax, qardaş, elmsizliyin. O cür sürətlə namaz qılır və ya da ki, bir qoy bitirim, sonra qoşlaram, cəmaət bir rükətə qılıb tutarıb, bu hələ də nafilədədir. Allah bak, elmsizlik görsən, belə fəsadlar yaradır. Hədisə başa düşdü çox güman ki, deməli, hədis göstərir ki, əgər fərz namazına iqamə verildisə, sən nafiləni saxlayırsan birbaşa, fərz namazından qoşul, heç nə olmaz. Çatdırmadın. Fərz namazından sonra təzədən qılarsan. Nə qalıbsa sünnətlərindən qılarsan. Və bunu belə deyək də, davamını eləmirsən də, bəzi adamlar deyək, bir rükət qılmışdım, qoy çıxım. Fərzdən sonra bir də qılaram, olar ki, yox, o namaz yoxdur. Sən qalxıb belə birbaşa təzədən 2 rükət namaz qılsan, təzədən qılacaqsan, yəni o sənə sayılmadı. Növbəti hədis, 50-ci hədis Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki,
Dünya müminin zindanı, kafirin isə cənnətidir. Hədisi İmam Müslim rəvat edib. Niyə görə deyilir? Dünya mümin üçün zindandır. Müminin zindanıdır. Çünki mümin nəfsini həbs edib. O şəhvətlərə düşməkdən, günahlara düşməkdən, o dünyanın ləzzətlərinə düşüb orada qərq olmaqdan özünü qoruyur, zindana salıb, özünü həbs edib. Onun görə bu dünya mümin üçün zindandır. Həmçinin bax görsən imtahan gəlir, bəla, müsibətlər gəlir, məşəqqət olur, düzdürmü? Ağırdır müsəlman, amma səbr edir. Allah üçün səbr edir ki, mükafatımı alacam. Və ibadətlərdə məşəqqət ola bilər, çətinlik ola bilər, görsən, hamı namaz qılır, qardaş. Yox. Min cürə bəhanə gətirənlər var. Amma sən indiki bir vaxtda sünnəni yaşamaq çətindir axı, indi görürsən necədir? Elə bir vaxta gəlmişik ki, yəni sünnəni yaşamaq əldə köz saxlamaqdan da çətindir. Subhanallah, elə bir vaxtdayıq. Amma sən bunlara baxmayaraq Allaha ibadət edirsən. Sünnəni yaşayırsan, İslam dində gələn o əhkamlar, istər vacibatlar olsun, istər müstəhəblər olsun, yerinə getirirsən. Niyə? Allaha razı salmaq üçün. Deyirsən ki, heç nə olmaz. Allah artıqlaması ilə mənə cənnətdə onu verəcəkdir. Eyb yox, mənim üçün zindandır. Amma vallahi əvəzini Allah verəcək. Və dediyim kimi, bəla müsibət gəlir, imtahan diyarındayıq. İnsan mal itkisi ilə, övlad itkisi ilə, əziz bir kəsin itkisi ilə üzləşir, acılıqla, qorxu ilə. Lakin Allah Teala nə deyir? Deyir, və bəşşiri sabirin, səbr edənləri müjdələ. Müjdələ səbr edənləri. Onlar üçün nə vardır? Allahın salavatı, tərifi və Allahın rəhməti vardır. Və onlar hidayət yolu üzərində olanlardır. Məhz onlar doğru yol üzərində olanlardır. Bəqərə surəsindəki məşhur ayədir. Biz onları biraz qorxu, acılıq, mal, dövlət, insan və məhsul itkisi ilə onları imtihan edirik. Səbr edənləri müjdələ. O kəslər ki, bax bu müsibət anda nə deyirlər? İnna lillahi və inna ileyhi raciun. Biz Allaha məxsusuq və ona doğru qaydacağıq. Onlar üçün Allahın salavatı və rəhməti vardır və məhz onlar doğru yol üzərində olanlardır. Allahu Akbar. Bu ayələr bizə göstərir ki, insan gərək hər bir halında Allah həmd eləsin. Müsibət anında səbr eləsin. Vallahi mükafatlarla qarşılaşacaq. Zaten imtihan diyarındayıq. Ona görə dünya mömin üçün zindandır. Məşəqqət, çətinlik var, müsibətlər gələ bilər, imtihan oluna bilərik. Əzizlərinlə, var dövlətlə, qorxu, acıq və s. acılıqla belə, ruzi darlığınla, lakin vallahi səbr eləsək, Allahdan razı qalsaq bu həyata, o halımıza, vallahi Allahın rəhməti, mərhəməti var, qardaş. Allah əff edəcək, bağışlayacaq və onun əvəzini verəcək. Bizim üçün təsəlli var, o kafirlərdir. Deyir, görsən, deyir, dünya nədir, kafir üçün nədir? Cənnət. Çünki onun ahirət imanı yoxdur. O deyir, nə var, burada var. Şəhvətlərində qərq olub. Ləzzətlər içində batıb gedir. Baxmır, halaldır, haramdır. Özü üçün yaşayır. Dörd ayaqlıdan betərdir. Bir müsibət, bəla gələndə də səbr eləmir. Sonu intihardır və ya bəziləri yüngül hal nədir? İçkiyə qurşanacaq və ya narkotik maddələr və s. və ilahır bədbəxt olub gedir. Lakin mümin üçün təsəlli var. Ahirət mümin üçün təsəllidir. Bugün itirdiklərinin əvəzinin qat-qat artıqlaması ilə vallahi alacaqsan. Allah hamd olsun alacaqsan. Allah üçün səbr etdiyibə görə. Bizə ahirət təsəllidir. Biz əslində itirməmişik. Yəni kimsə bir əbəla müsibətlə üzləşibsə, vallahi itirməyib. Allah hamd olsun itirməyib. O əslinə qazanıb. Çünki dünyanın acılığı ahirət şirinliyidir. Kimin üçündür? Özünü həbs edən, nəfsini həbs edənlər üçündür. Allaha qarşı üsyan etməyən, Allaha qarşı çıxmayanlar üçün vallahi dünya acısı ahirət şirinliyidir. Sağlamlığından itirsən də, var dövlətindən itirsən də, sevdiklərindən itirsən də, Allah əvəzin verəcək, artıqlaması ilə verəcək. Və biz sevinirik əslində. Niyə? Allah bizdən razı deyən, bizim halımıza uyğun bizi imtihan edir, bizim dərəcəmizi qaldırmaq üçün. Sadiq iman sahibi bəla müsibət qarşısında heç vaxt əzilməz, yıxılmaz. O Rəbbindən razı qalar ki, deməli Rəbbim məni sevir ki, məni imtihan edir. Və məni bacardığım yüklə yükləyib.
Bəlkə başqasını elə yükləsəydi, o tab gətirə bilməzdi. Deməli, mənim Allah dərəcəmi qaldırmaq istəyir. Bəzən insan müsibətlərlə, imtahanlarla elə bir dərəcəyə çatır ki, namazları ilə, orucları ilə bəlkə ona çatmazdı. Təbii nafilələrdən söhbət gedir. Gündüzlər oruç tutub, gecələri namaz qılan. Bəla müsibət qarşısında səbr edər, Allah onun dərəcəsini qaldırar. Belə olanda niyə sevinməyəsən ki? Deməli, Allah məni dərəcəmi qaldırmaq istəyir. Mənim üçün cənnətdə hazırlayıb. Onlara çatmaq üçün səbirli olub Allahdan razı qalmaq. Tək səbirli olmaq yox, həm də razı qalmaq. Deməli, Rəbbim belə istəyib. Çünki hamı səbir edər. Kafir də belə səbir eləyər müsibət qarşısında. Düzdürmü? Başqa nə edə bilər ki? Geri qaytara bilməyəcək. Amma mümində razılıq var. O üsyan eləmir. Deyir, Rəbbim belə yazıbsa, əlhəmdülillah alə kulli həl. Hər bir halda Allaha, Rəbbimə həmd olsun. Deməli, xeyir buradadır. Bilmək olmazdı. İtirdiyim məndə olsa nə olacaqdı gələcəkdə? Bilmək olmaz. Deməli, xeyir var. Allah mənim üçün xeyir istəyib. Rəbbim bəndəsinə zülm eləməz. Xüsusən mömin sadiq bəndəsinə. Xüsusən heç kəsə zülm eləmir Allah. Vallahi kafirə də zülm eləmir. Kafirə zülm etməyən mömin bəndəsinə zülm edərmi qardaşım? Heç vaxt. Allah'ın da olsun, heç vaxt. Rəbbim ədalətlidir, hikmətlidir, rəhimli, mərhəmətlidir. Allah bilir nə üçün edir. Mömin bəndəsinə heç vaxt Allah Teala əziyyət verməz, ona zərər toxundurmaz. Allahdan razıdırsa, Allaha itaat edirsə, Allah sevib Allahdan qorxub Allaha ümid bəsləyirsə, deməli xeyri var. Hər bir işdə xeyri var. Bəla müsibət qarşısında da xeyri var, sən bilmirsən. Səbirli ol, vallahi görəcəksən. Sonra deyəcək ki, kaş ki daha çox imtahan olmaydım. Kaş ki çox imtahan olmayım, çox bəla müsibətlər gələrdi və səbr edərdim və daha çoxuna layiq olardım. O qiyamət günü ki, o nemətləri görəndə, səbr etdiyinə görə, Allahdan razı qaldığına görə, deyəcək, kaş ki çoxlu imtahan olmaydı. Kaş ki. Razı qal inşallah, vallahi. Allah mümin bəndəsini zay eləmir, eləməyəcək də. Müminləri Allah daima müdafiə edir, qoruyur. Allahı qoru, Allah səni qoruyacaq. Allahın dinini qoru, Allah səni qoruyacaq. Hədləri aşmayaq, vallahi Allah Teala bizi qoruyacaq. Ancaq burada saxlayaq, biraz çox olmasın. Sizə görmək istəmirəm. Allah bizi, hər birimizi qardaşlar, xeyrə müvəffəq eləsin. Allah Teala bizləri dünya və axirətdə xoşbəxt bəndələrdən eləsin. Allah Teala bizləri şükür edən qullardan, nemətlər qarşısında şükür edən, müsibətlər qarşısında səbr edən və daim Allahdan razı qalan bəndələrdən etsin. Allah Teala hər birimizi xeyrə müvəffəq eləsin. Allah Teala millətimizə hidayət versin. Və hardakı müsəlmanlar əziyyət çəkirlərsə, Allah onlara yardım eləsin, onları qüvvətləndirsin, izzətləndirsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk. Amin.